Azərbaycanda inflyasiya 6%-ə çatmaq üzrədir. Azərbaycanda 2025-ci ilin mart ayı üzrə inflyasiya 5,9%-ə çatıb. Fevralda isə illik inflyasiya 5,5% səviyyəsində idi. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Məlumata görə 2024-cü ilin mart ayı ilə müqayisədə qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 6,5%, qeyri-qida məhsullarında 2,8%, ödənişli xidmətlərdə isə 7,5% artım müşahidə olunub. İqtisadçılar sürətlənən inflyasiyanı ötən il benzin və dizelin, bu ilin yanvarından elektrik enerjisi və qazın qiymətinin artırılması ilə izah edirlər. Belə ki, bu, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, saxlanması və daşınması xərclərini artırır. İnflyasiyanın dolayı yolla daha da sürətləndirə biləcək amillərdən biri isə dünya bazarında neftin qiymətinin düşməsidir. Azərbaycan iqtisadiyyatı böyük ölçüdə neft gəlirlərindən asılı olduğuna görə, bu, ölkənin büdcə gəlirlərinin azalmasına, o da öz növbəsində manatın dəyərdən düşməsinə səbəb ola bilər. Bu baş verdikdə isə idxal malları bahalaşır və inflyasiya sürətlənir. Azərbaycan hökuməti 2025-ci ilin dövlət büdcəsini hazırlayarkən neftin qiymətini bazı ssenari üçün $70 səviyyəsində hesablayıb. Neftin qiyməti hazırki tempdə qalmağa davam edərsə, hökumət ya xərcləri azaltmalı, ya da neft fondundan büdcəyə transferlər etməlidir. İqtisadçılar isə düşünür ki, bu, hökumət üçün həyəcan təbilidir. İqtisadçı və Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli düşünür ki, neftin qiymətinin hətta $60-dan aşağı həddə sabitləşməsi yüksək ehtimaldır. O deyib ki, bu, Azərbaycan iqtisadiyyatında problemlər yaradacaq və hökumət bunu anlamalıdır. Azərbaycanda bundan əvvəl 2015-ci ildə ard-arda 2 devalvasiya baş verib. Nəticədə manat 2 dəfədən çox dəyər itirib. Onda neftin bareli bir müddət hətta $50-dan da aşağı düşmüşdü.